Sizi salamlayıram, kanalımın değerli izləyiciləri və qonaqları. Bugün biz yeni bir bağlamanı sizlə bir yerdə açıb və görəcəyik ki, içində nə var və onu harada biz istifadə eləyə bilərik. Gəlin başlayaq. Bax, belə bir plasmas paket çıxdı içindən. Deməli, bu bağlamada bizə bax belə nabor sverlolar gəlib. Titan nitri örtülü ilə razmerləri 1B1 1.5 2 2,5 1 də 3. Bax, belə sverlolardır. Xırda tikinti təmir işlərində harda balaca bir deşik açmaq lazım olur. Deyək ki, görürsünüz, çox nazik bir sverlodur. Mən bunları burada biraz çətinlik çəkirdim tapmağa. Ona görə zakaz eləmişdim ki, gəlsinlər. Xırda işlərdə çox vaxt lazım olur. Bəzi təmir işlərində hansısa bir əşyanı təmir eləyəndə deyək ki, balaca bir deşik açmaq lazımdır. Hansının ki, həcmi 1-1,5 milli olmalıdır. Ya da 2-2,5. Maksimal 3'dür. 3 gənə burada tapmaq olur, çətinlik də olsa. Amma bu xırda razmerləri tapmaq olmur. Çox vaxt bunları xırda bor maşın, dremel deyilən bir belə qurğu var, alət var. Onda istifadə olunur. Amma balaca dreldə də ya şurupavörtdə də siz bunlardan yararlana bilərsiniz. O bir çəkilişlərdə mən praktiki bir iş görəndə bu sverlodan istifadə eləyəndə sizə məlumat verəcəm. Yeganə onu deyə bilərəm ki, bunlar R7 paslanmayan dəmirdən istifadə olunur və üstündə də belə görürsünüz napileniyaları var. Qızıl rəngə çalır. O, mən dediyim kimi, titan nitrit napileniyasıdır və o dəmirlə birləşəndə daha bu sverlonu çox istifadə eləməyə imkan verir. Yəni, başqa adi sverlola baxanda bunlar daha davamlıdır, daha bərkdir. Bunları ən çox bu napileniyalarda bitlərdə istifadə olunur. Şurupavörtün nasatqalarında, yəni cürbəcür bitlərdə o var ki, bax bu napileniyadan eləyirlər ki, o dözümlü olur, daha çox dözümlü olur. Və ona görə də yəni resursu çox olur və çox davamlı istifadə eləmək olur. O biri tərəfdən də onu deyə bilərəm ki, bunlarla həm
xırda dəmirdə deşmək olur. Həm taxta deşmək olur, həm də plastik deşmək olur. Yəni bir növ bunlar universaldır. Tek plasmas taxta üçün deyil, yəni bunlarla dəmir də deşmək olur. Yəni bu birlə əlbəttə nazik bir dəmiri siz deşə bilərsiniz. Qalın dəmiri bu ilə deşə bilməyəcəksiniz. Amma yenə də nazik olan həcmində dəmiri siz bu sverlovla da deşə bilərsiniz. Ki, yəni belə bir sverlovlar var. Ən çox evdə hansısa bir əşya üzvü düzəldəndə, hansısa bir xırda təmirdə bu tip sverlovlar bu razmerdə istifadə olunur və xırda şurupavert ya da bor maşın, dremel deyilən bir alətdir o da. Onda daha rahat bunu istifadə eləmək. Bir də onu deyim ki, bəzi patronlar 1 mm-li bax bu sverlovunu bağlamaq olmur. Onun üçün çox xüsusi bir nasatka var, hansını ki taxılır ona və adi şurupaverta da siz onu bağlaya bilərsiniz. Amma əgər sizdə həmin o xüsusi bir nasatkadan yoxdursa, belə deyək, və sizə lazımdır, sizdə şurupavert var, amma xırda dremel yoxdur, şurupavertdur və siz 1 milli həcmində haradasa bir deşik açmalısınız. Həmin o xüsusi nasatkadan da yoxdur. Siz sadəcə şurup vuran tərəfə bu hissəni skoçla bağlayıb, yəni şurupa bağlaya bilərsiniz. Və heç bir problem olmayacaq. Rahat bir şəkildə də istifadə edə bilərsiniz. Mən özüm eləmişəm, ona görə də bilib sizə bunu deyirəm. Bugünə bu qədər. Video xoşunuza gəldisə like qoyun. Xoşunuza gəlmədisə dislike qoya bilərsiniz. Kommentariyalarınızla bölüşün, fikirlərinizlə bölüşün. Mənə xoş olacaq. Mən isə sizlə sağollaşıram. Sağ olun, salamat qalın.